Necə baş verir bu? Ümumiyyətlə bu nədir biznes prosesinin idarə edilməsi? Gözəl sualdır, aktual sualdır. Belə deyək, uzun müddət öncə bəzi şirkətlərdə bununla bağlı qısa da olsa addımlar atılmışdı, amma bütün şirkətin fəaliyyətini əhatə etməmişdi. Bəli, mən karyeramın ilk illərini maliyyə istiqamətində başlamışam, maliyyə auditi istiqamətində başlamışam və Azərsun Holdingdə 6 il ərzində baş auditor vəzifəsinə kimi yüksəlmişəm. Bu müddətdə də belə deyək, iqtisadiyyatın bütün sahələrini, yəni pərakəndə, istehsalat, kənd təsərrüfatı, satış, distribusiya, bank sektoru, sığorta sektoru, neft daşımacılığı, hətta futbol istiqaməti, hətta mall, hər bir istiqamət üzrə holdinqə daxil olan şirkətlərin maliyyə və prosesi auditini aparmışam və 2017-ci ildə Azərbaycanda ilk dəfə olmaqla Azərsun Holdingdə proses əsaslı idarə etmənin